Salam dostlar, mən bugün Amerikaya səfər edən Zelenskiyə qarşı Trump və ekibinin yapdığı tərbiyəsizlikdən danışmaq istəyirəm. Bu bir tərbiyəsizlikdir və evinə misafir gələn birinə qarşı bunun yapılması çox böyük bir ayıbdır. Mən qəzetçiyəm və mənim kimi Cumhurbaşkanlığında, Başbakanlıqda və məclisdə və başqa rəsmi qurumların tədbirlərinə qatılan, hələ bağlı qapılar arxasında danışılması gərəkən tədbirlərə qatılanlar bilir ki, öncə jurnalistlərin qarşısında bir-iki suala cavab verilir ya da o sual sonraya saxlanılır. Küçücük bir görüntü alması, poz verilməsi, əl sıxışdırması yapılır. Yəni sonra 5-10 dəqiqə, uzaq baş 10 dəqiqə sonra hamımızı içəridən çıxardılar və görüşlər davam edir. Bu dəfə bunu açıq şəkildə ortaya qoymuş Ukrayna kimi bir böyük dövlətin kim olursa olsun başında duran ona qarşı bu cür yanaşma çox böyük bir tərbiyəsizlikdir. Kiçik dövlət də olsa kimsəyə bunun yapılmasını məsləhət bilməzdim və əsla da diləmirəm. Ermənistan belə bizim hamımız bilir ki, heç vaxt bağımsız bir dövlət olmadı. Bir Rusiyanın, bir İranın, bir Avropanın, bir Amerikanın qucağında tur atıb durdu. Amma buna rağmen Ermənistanın belə başında duranlara qarşı bunun yapılması böyük bir ayıbdır. Və arkadaşlar, mən Ukrayna-Rusiya məsələsi başlayandan Zelenskinin əleyhinə ən çox yazı yazan bir jurnalistəm. Və əsla da düşüncəmdən dönmədim və mən 2014-cü ildə Ukraynanın işğal edilən torpaqlarının 2022-də alınacağına inanmayanlardan idim. Çünki hazır deyildilər. Azərbaycan belə ki, Ukrayna torpaqlarından əhalimiz də, torpaqların hazırki sınırlarımız da çox kiçikdir. Və eyni zamanda niyə dedim Azərbaycan belə? Çünki arxamızda Avropa yox idi. Və biz yəni öz gücümüzə bir də Türkiyə vardı yanımızda. Təbii ki, Pakistan. O bir silah aldığımız ölkələr Ukraynada da silah alırdıq, İsraildə də. Bu güc deyil. Bu Ukrayna məsələsi bir daha bunu göstərdi. Bu sadəcə paramı verib silah almışam. İrandan, Hindistandan, İsraildən, Rusiyadan, Kanadadan, nə bilim Ukraynadan silah almışıq və bu normaldır. Amma bu şey deyil arkadaşlar. Ordun, sənin düzənli ordun olmazsa, ordunun içərisində sənə sadiq komutanlar olmazsa, ki biz Azərbaycan olaraq bunu çox yaşadıq. Nəcməddin Sadıqov və komandası, hələ də ruscu bəzi komutanlar var ki, savaş zamanı onları dövlət nəzarətdə saxladı və savaş sahəsində belə arxalarında DTX-nın bir əməkdaşı var idi ki, nə yapacağını nəzarət eləsin. Ki bu o qədər də çox deyil. Amma yenə də var. Və buna rağmen Azərbaycan bütün var gücü ilə savaşa hazırlaşdı və 27 il. Və Azərbaycan başında duran, sevərsiniz, sevməzsiniz, Heydər Əliyevin gücü, bəzi məsələlərdə ehtiyatlı durması, yəni Zelenski Heydər Əliyevin dırnağının bildiyi qədər bir siyasətçi deyil. Amma Heydər Əliyev 10 il, oğlu da 17 il bu savaşa hazırlaşdıq və sonra savaşa başladıq. Və Ermənistanla savaşdıq. Bəli, Ermənistan yanında da böyük güclər vardı, amma gəlin etiraf edək, Rusiya da hafif alınacaq bir ölkə deyil və 91-dən bu yana Rusiyanın içərisində 3 kişidən ikisi ruslara işləyən bir ölkədən danışırıq. Və belə olan halda sən güclənmədən, ancaq silah istehsal edib sata bilərsən, mükəmməl bir ordu qurmadan Rusiyanın önünə çıxmamalıydı və Amerikaya güvənib çıxmamalıydı və deyəcəksiniz ki, Rusiya saldırdı. Azərbaycana da Ermənistan 30 ildə dəfələrlə saldırdı və hər səfərində biz masada danışıqlar yolu ilə zaman qazandıq və Ukraynada bunu yapa bilərdi. Amma Zelenski siyasətçi deyil. Gələlim bu günə və mən o gün bunu eləşdirəndə mənə rusçu deyən əbləhlər var idi. Hətta evdə ərinin qoynundan çıxmağa zaman tapdıqdan sonra mutfaqda yeməklər bişirib, sonra sosial mediaya girib, mənim çıxışlarımdan bəzisini oxuyub, dinləyib, çevrəmdəkilərə də ya bu niyə rusçudur deyən cahil sürüsü, qoyun sürüsü vardı. Ki mən 37-də mənim ölkəmə, 20-ci ildə torpaqlarımı işğal edən və üzərində Ermənistan quran, 37-də mənim bütün aydınlarımı və yaxınlarımı kurşunlayan bir Rusiyanı savunmaq mənim namussuzluğum olardı. Mən reallığı görürdüm və bu günü görürdüm və dəfələrlə yazılarımda yazdım ki, maalesef Ukraynanı Amerika və Rusiya Ukraynanı halı sahada top olaraq görür və siyasi halı sahanın topu olmamalıdır deyirdim və doğruydu. Bugün də dediklərim doğrudur. Amma bugün dediklərim doğrudur deyə mən Ukraynanın haqqının da savunmayacağım deyil. Bugün
hər kəs 7-dən 70-ə bütün dünya Ukraynanın yanında olmalıdır. Bugün Ukraynaya yapılanlar yarın hər birimizə yapılacaq arkadaşlar. Və bugün Böyük İsrail üçün əslində Ukrayna torpaqlarında olan oyunların arxa planını incələsələr biləcəklər. Böyük İsrail üçün Xristiyan və İslam dinini yox etmək üçün yola çıxan bir zihniyyət var. Və bu zihniyyət həm ailə dəyərlərini, həm mənəviyyatı yox etdi. İndi də xalqları yox edir. Əlində ordusu olan ölkələrə embargo tətbiq edir. Avropa kimi onları özündən asılı vəziyyətə salmaq istəyir, amma qaliba Avropa bunu anladı. Və biz sahədə o belə əskidən bütün Avropanı ruslar gəlsə səni öldürəcək, yox edəcək deyən Amerika bugün də Çin gəlsə səni yox edəcək deyir. Və arxa cəbhədə də türklər barbardır, türklər gəlsə sizi yox edəcək deyə bu ölkələrin hamısını özünə əsir etdi. Və bu əsir etdiyi ölkələr də bugün çıxılmaz vəziyyətdədirlər və hazırda Ukraynanın başına gələn olaylardan sonra hər biri nə baş verir deyə bir-birinə sormağa başladı və bir toplantı üçün artıq düyməyə basıldı və Türkiyədən də Hakan Fidan gedəcək və Azərbaycanın da Türkiyənin də bu savaş başladığı gündən tutduğu mövqeyi ayaqda alqışlamaq lazımdır və çox ağıllı bir proses getdi. O 3-cü dünya falan filan. 3-cü dünya müharibəsi 30 ildir davam edir arkadaşlar və son illərdə də fərqindəsinizsə Ukrayna savaşından sonra istədikləri məsələnin anında olmayacağını gördükdən sonra düyməyə basıb İsraili Qəzza tərəfdən və başqa ölkələrə saldırtmağa başladılar. Böyük İsrail üçün acələ etməyə başladılar və Avropa bunu anladı. Biz zaten illərdir bunu yazırdıq və bugün artıq Avropa və Trump'ın çocukları, kadınları, insanları, insanlığı yox edənin altına sandalya çəkərkən, otuzdurarkən pohpohla kendi xalqı üçün Rusların qarşısında duran bir ölkənin başçısının altından sandalyasını çəkib düşürmək istəyir və eyni zamanda utanmadan açıq şəkildə mən Ukraynanın torpaqlarında iddialı olduğunu da ortaya qoyur və ya bunu verəcəksin, ya bunu verəcəksin. Kimin torpağını kimdən almaq istəyirsən və sən ona zorla Ukrayna sizdən silah istəməmişsin. Sən yardım etmişdin ki, sən bu savaşı davam etdir və savaş öncəsi Rusiyanı saldırmağa məcbur edən də elə bu Amerika və Avropaydı. Hər gün bir açıqlama verdilər. Hər gün Putinə qaz verib qızdırdılar və ən sonunda məcbur edib saldırtdılar. Ki Rusiyanı kimsə burada savunmur. Rusiya bir işğalçıdır. Amma bugün tərəddüd edirdi və bu savaş Rusların da işinə yaramazdı. Bu savaşda indi Amerika Rusiya ilə danışıb Rusiyanı savaşdan güclü çıxarmaq peşində. Çünki Rusiyanın həm keçmiş Sovetlər Birliğinə, həm Cənubi Qafqaza, həm Avropaya iddiası var və bunu yapmaq üçün də bir qorxu xofu yaratmaq istəyirlər. Amma Avropada yəqin ki ağlı başına gələr. İndi özünə ordu quracaq. O super dediyiniz, dörd dörtlük dediyiniz Avropa inanın Orta Doğudan daha betərdir. Sadəcə şəhərlərini vurmayıblar. İlk saldırıda Orta Doğu qədər də dözümlü olmayacaq və bircə gün maaşları geciksə Avropa insanı özü yönetimini yeyər. Bunu Putin çox yaxşı bilir. Trump da yaxşı bilir. Və o yüzdən də sizin belə övə-övə bitirəmədiyiniz Avropa dəyərləri, Avropa insan haqları falan filan hamısı fasafiso boş şeylərdir və bunu Trump da Putin də iyi bilir. Amma əminəm ki, ən azından içlərində azacıq da ağıllı olanlar bir ola biləcək. O biz illərcə dedik ki, ərəb ölkələri bir olsa yapamazdılar. İndi Avropa ölkələri, ümumiyyətlə Xristiyan dünyasının birlik zamanıdır. Ən azından Ukrayna ətrafında bir fürsət yaranıb gələcək dünyamızı qurtarmaq üçün. Yoxsa bir ortaya bir oyun açıblar. Yeni nizam, yeni dünya, yeni haritalar çiziləcək falan filan. Vallahi kimsə kusura baxmasın. Xalqlar dirənirsə kimsə kimsənin sınırlarının içinə girib kəndi üçün bir sınır çizəməz. Və bunu da yapmamalar üçün tək çarə birlikdir. Hər kəs öz ərazi bütövlüyünü korumaq istəyirsə dirənəcək. Və burada Türkiyənin duruşu başından akıllıcadır və bu savaşda, tabii ki savaşların kazananı olmur, amma bu savaşın itkisiz və akıllı çıxacaq ölkələrinin başında gələn Türkiyədir ki, başından, elə Türkiyədə, Azərbaycanda, Türk dünyası da, Türk Devlətlər Təşkilatda başından bu konuda
tarafsız, daha doğrusu savaştan yana olmadığını ve savaşsız bir dünyanın tarafı olduğunu ortaya koydu ve bundan sonra da koyacak. Sadece ben fikrimi bildirmek istedim ki arkadaşlar, ben başından bilirsiniz Zelenski'yi eleştiren biriydim. Zelenski bir sanatçıdır. Böyle dünən də Trump'la konuşmasında o sanatçı tərəfini göstərir. Çünki sanatçılar biraz da kaprizli olur ve siyasetçi tərəfini değil, sanatçı tərəfini göstərərək jest koydu ortaya ve sonuçta da neler olacak bilmirik ve bunu Zelenski'ni koruyamazlarsa, halk ve de dünya koruyamazsa başına neler geleceğini hamımız iyi bilirik. Yarın Zelenski torpaqlarını Trump'a ya da başkasına bağışlarsa qəhrəman elan edəcəklər, amma torpağını qorumaq üçün iddia edərsə diktator olaraq niteləndirəcəklər. Amma mən şəxsim adına Zelenskinin o duruşunu alqışlayıram və hesab edirəm ən doğrusunu yaptı və dünyanın gözü qarşısında Amerikaya haddini bil deyə bildi və bu yüzden də sonuçta mən Zelenskinin tutumunu da dəstəkləyirəm və əsla da mənim olaylara baxış açım Rusu savunmak değildi. Tam tersine bu savaşın sonunda Rusu başka ülkelerin gözünde büyük göstermelerinden korkurdum ve benim dediğime de geldiler. Çünkü bunu yapmaları bazı toplumların psikoloji yapısını da təsirini göstərəcək və Rusun irəlidə daha çox əl qolunu atmasına gətirib çıxarda bilər. Bu 2-ci Cihan Savaşını xatırladır mənə. Tarixçilərimiz iyi bilir. 2-ci Cihan Savaşında 44-ə qədər kaybedən Sovetlər Birliyi hər tərəfli kaybetmişdi və Sankt Peterburgu belə əldən gedən Sovetlər Birliyi 44-cü il 2-ci cəbhənin açılışından sonra Amerika ilə birlikdə yenidən o savaşın qalibi oldu və Avropası da, digər ölkələr də uzun sürə, yəni hepimiz o zaman dədelərimiz düşünürdük ki 2-ci Cihan Savaşından sonra bizlər bağımsız olacağız. Maalesef öyle olmadı və tam 45 sənə gözləmək zorunda qaldıq. Yəni geri atıldıq. O savaşda nə qədər insani maddi kayb etsə də mənəvi olaraq Ruslar güclü çıxmışdı. Çünki savaşın sonucu çox önəmlidir və bu gün də Amerikanın çalışdığı Rusların mənəvi olaraq qalib göstərməkdir və bu da təkcə Ukrayna üçün deyil, eyni zamanda hepimizin ölkələri üçün, Orta Doğu üçün, Avropa üçün böyük bir təhlükədir. Bunun da qarşısını almaq üçün hepimizin birlikdə hərəkət etməmiz lazım. Mən Ukraynanın ərazi bütünlüyünü başından dəstəkləyən biriyəm. Amma altını sizə ekləyirəm. Keşke bunlar olmasaydı, Ukrayna güclənib bir 5 il sonra Rusiyanın önünə çıxsaydı, əmin olun ki Ruslar Ukraynalıların önündə duramazdı. Maalesef ve maalesef acele ettiler ve olmuşa artık da olmuş ama onun tek çaresi bugün akıllıca bir politika yürüdüp şimdilik masada ateşkes elan etmek ya da barışmak ve güçlü kalkıp sonra topraklarını geri almaktır. Allah Ukrayna halkının yar ve yardımcısı olsun. Trump'ın ve Putin'in şerrinden onları korusun.